Gəlin belə bir məsələnin halına baxaq. Deməli, 30 və 50-ci departamentdə işləyən, əmək haqqısı 5.000 ilə 12.000 arasında olan işçilər haqqında məlumatı tapmağımız bizdən tələb olunur. Və bildirilir ki, əmək haqqı sütununda salary yox, aylıq əmək haqqı sözü yazılsın. Həm də işçilər sütununda first name yox, işçilər qeyd olunsun. Sorğu aşağıdakı kimi olacaq. Select first name, sonra qoşa dırnaq işarəsi açırıq, işçilər, vergül, sonra yazırıq salary sütunu üçün salary, yenə dırnaq işarəsi içərisində aylıq əmək haqqı, dırnaq bağlanır, from employees. Kodu bura kimi yazmışıq. İşlədək, baxaq görə işləyir. Deməli, işçilər və əmək haqqı, aylıq əmək haqqı sütununa başlıqlarını düzgün yazmışıq. Bundan sonra şərtlər qoyuruq. Və bizdən nə soruşuldu? 5.000 və 12.000 arasında olan əmək haqqı soruşulurdu. Salary between 5.000 and 12.000. Və bir dənə şərt var ki, 30-cu və 50-ci departamentdə işləyən işçilər olsun. And department ID in 30-50. Ctrl Enter düymələrini sıxırıq və nəticəni aşağıdakı şəkildə əldə edirik. İşçilər və əmək haqqıları hansılar ki 30-cu və 50-ci departamentlərdə işləyirlər və əmək haqqıları 5.000 ilə 12.000 arasındadır. İndi bu şərti yazmışıq, amma sütun görünmür. Məsələn, sütunu da göstərmək istəsək, select-də qeyd edə bilərik. Yəni, sual ola bilər ki, hardan bilək bunlar 50-ci və 30-cu departamentin işçiləridir. Məsələn, department ID sütunu əlavə edək. Buna da alias verək. Departament. Və indi bir sütun da əlavə olunacaq. Departament sütunu. Və gördüyümüz kimi departament sütunu əlavə olundu. Və hər bir işçinin hansı departamentə aid olduğu artıq aydın şəkildə əks olundu.